Yekaterinburqun Kirov rayon məhkəməsinin andlı iclasçılar kollegiyası Uraldakı Azərbaycan diasporunun üzvlərinin 2001-2010-cu illərdə sahibkarların öldürülməsi və öldürülməsinə cəhddə ittiham olunduğu iş üzrə hökm çıxarıb. 66 RUya istinadən xəbər verilir ki, Yekaterinburqda Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski 2001-ci ildə Yunus Paşayevin öldürülməsində, həmçinin 2010-cu ildə Fəhruz Şirinovun öldürülməsinə cəhddə təqsirli bilinib. Paşayevin öldürülməsi epizodu üzrə həmçinin Akif Bəkir, Ayaz Kamal və Məzahir Səfərovlar təqsirli hesab ediliblər. Şirinovun öldürülməsinə cəhd epizodu üzrə isə Akif və Ayaz Səfərovlar, həmçinin Şücaəddin Rəcəbov təqsirli bilinib. Məlumata görə ittiham olunan şəxslərdən biri istisna olmaqla digərləri iddiaları rədd ediblər. Belə ki, yalnız Məzahir Səfərov Yunus Paşayevi bıçaqladığını qismən etiraf edib. Şıxlinskinin sağ əli hesab olunan Nəhəng Tərəvəz bazasının sahibi İkram Hacıyevin 2011-ci ildə qətlə yetirilməsi işi isə ayrıca icraata çıxarılıb. Bir daha xatırladaq ki, 2025-ci il iyunun 26-sında Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın ediblər. Saxlanılma zamanı hər iki şəxs aldıqları xəsarətlərdən həyatını itiriblər. Onların qohumları isə həbs olunublar. Daha sonra Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutfalı Şıxlinski həbs ediliblər. Və Şahin Şıxlinski digər şəxslərin öldürülməsi və öldürülməsinə cəhd, daha belə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham edilir. Mutfalı Şıxlinski isə hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməkdə təqsirləndirilir.